Fincanın üstündən bəlkə də bəziləriniz bildiyiniz mövzunu, dünya tarixində ən çox dilə tərcümə olunan əsər var. Exupery'nin Balaca Şahzadə əsəri. Keçən il kitab haqqında video çəkib uzun-uzun danışmışdıq o barədə. Biz də dostumuz Asimdən xahiş elədik ki, kitabı bilirsən, içindəki obrazları və s. ona uyğun bir fincan elə və adam kitabdan daha yaxşı bir fincan hazırladı. İndi Asim həm rəssam, həm də keramika ustasıdır. Dulusçuluq ya da keramika deyəndə mənim həmişə ağlıma gələn şey gildən bu rəngdə saxsı qablar hazırlamaq idi. Amma son zamanlarda görürük ki, bu məsələn bu deyil də. Bunun üstündə biraz rəssamlıq, biraz ya da heykəltıraşlıq belə şeylər var, amma ona da keramika deyirlər. Nə qədər qəliz olsa da. İndi Asimlə də videomuz var idi bir dənə. Çələbi xanın portretini çəkmişdi. Deyirsiniz ki, mən filan ölçülərə, məsələn, mən Dostoyevskinin Cinayət və Cəzası temalı bir fincan istəyirəm. Orada Asim onu təşkil eləyəcək və görəsiniz ki, həqiqətən eləyir. Zarafat bir yana, nə sözünüz filan olarsa, Gilçi Seramik səhifəsinə yazın, onlardan istəyin. Yaxın zamanlarda da inşallah bu Şəkidə digər keramika ustalarımızla videolar çəkəcəyik. Bizi izləməyə davam eləyin, həm də Asim Gilin səhifəsində izləyin.